Salamlayıram bütün qrupda olan valideynləri. Deyirəm qarşıdan da yeni il gəlir. Müəlliməmizə nə alağın? Yığışıb pul qoyarsınız və yaxud da hədiyyə. Yenə başladılar zırt hədiyyə, zırt hədiyyə 2 gündən bir. Müəllimələr keçən səfər demişdi ki, çox da rasxod eləməyin ay valideynlər. Yenə də siz nəsə pul atışıb bir şey alırsınızsa, biz də bir şey eləməyə çalışarıq. 3 dənə uşaqla mən hara qoşuluram? Taleyiniz qar olsun, özünüzdən şey çıxardırsınız. Bacım, həqiqətən çox gözəl çıxış elədin. Mən yoxsulluq görmüş bir adam kimi şəxsən sənin sözündən razıyam. Bizim pulda parada xudavənd aləm haqqı gözümüz könlümüz yoxdur. Gözümüz könlümüz toxdur bizim. Kimin hədiyyə almağa pulu yoxdursa, şəxsən bana, şəxsi də yazsın. Mən onun hədiyyəsini özüm öz əlindən alıb verəcəm. Bu nə dəz olanı var, olmayanı var. Hamı bir-birinin başa düşməlidir. Məncə hər kəsin büdcəsinə uyğun olmalıdır. Hər birinizin axşamınız xeyir olsun. Ay valideynlər, deyirəm nə bilim, tostoran alsanız robot tostoranlar var, öz evi təmizləyən ondan yaxşı olar. Bir də dəqiqə başına mesaj atmayın da gecənin bir yarısı. Boy, canım.az saytındayım, tanışlıq saytı var, orada damla oyunu oynayıram. Gəlmək istəyirsiniz, gəlin canımızda damla oyunu oynayaq, görüntülü danışaq. Öz evim pox götürüb, cəmaata tostoran 3 ceni yerə soxum mən. Şərt deyil, tostoran alaq. Yəni bir dənə gül dalıb müəllimələri xoşbəxt eləyə bilərsən. Əsas odur ki, nəsə al. Zaten müəllimlər günündə gül verdik də. İndi bu səfər də yenilikdə bir önəmli, gərəkli bir şey olsun. Gül məncə yox. 30 nəfər şagird var sinifdə. Bacım, sən söz başa düşmürsən. Almaq lazımdırsa bir samballı bir şey almaq lazımdır dana. O boşda müəllimələr bizim uşaqlarımıza dərd keçir, öğüt nəsihət verir, tərbiyə verir. Ay valideynlər, dəqiqə başına səs atırsınız. Fikrim yayınır, mən oyun oynayıram. İkinci qeybət qrupumuz var, ora yazın, ora yazsanız sevinərəm. Bunların az da olsa hədiyyəli zövqləri yoxdur. Ən yaxşısı mən özüm seçim, özüm alım.